Salam, sizlə qəza eləyən kursların məşqçisi Aqil Rəhimovdur. Konkret küçələrdəki konkret təhlükələr barədə danışmaq istəyirəm. Bu Nərimanov metrosunun yanında Nərimanov bağından sağa Ağa Nömrətullah küçəsinə dönürük. Burada həmişə sol zolağı tutun. Sol zolağı ona görə tutun ki, dönən kimi avtobus dayanacağı var. Hələ indi avtobus uzaqda durub. Adətən dönən kimi elə bil ki, avtobusun arxasında qalacaqsınız. Amma burada bir təhlükə ondan ibarətdir ki, siz sol zolağı tutursunuz. Siz sol zolağı tutanda sağdakı avtomobillər, yəni bu videoya baxmamış sürücülər, baba dönmə işıqlarını yandırmadan sağa dönəndən sonra sola tullanırlar. Bu qabaqdakı avtobusu görürsünüz, sola gedirlər. Deməli, sol zolağı tutun, amma bilin ki, dönəndə sizi sağdan sıxacaqlar, avtobusun dalında qalmamaq üçün. Və burada sol zolaqdan dönmək olar. Mən bu işarəni göstərirəm. Yerdəki işarə göstərir ki, burada həm sağdan sağa dönmək olar, həm soldan sağa dönmək olar. Diqqətinizə görə çox sağ olun.